Hörmətli izləyicilərimiz, əziz şagirdlərimiz, əziz valideynlərimiz, mən Müsal Kəlbəzər bugün Azərbaycanımızın çox gözəl şəhəri olan Mingəçevir şəhərindəyik. Mingəçevir şəhərində biz dəfələrlə 20 il ərzində gözəl müsahibələr getmişik. Bu günləri sizə təqdim edəcəyim gözəl balamız Mingəçevir şəhərində 4 saylı məktəbdə qabaqcıl, nümunəvi və fəal şagirdlərdən biridir. O fəal şagird istəyirəm sizlər də tanıyasınız. Adın soyadından gözəl bala? Kərimli Mehri. Mehri bala, sən sinifdə oxursan? 5B. Hansı məktəbin şagirdsən? Sinif 4 saylı tam orta məktəb. Çox gözəl. Məktəbdə ən çox sevdiyin müəllimlər hansı müəllimlərdir? Firuzə müəllim, Şəbnəm müəllim. İkisi. Ana dili həm də riyaziyyat müəllim. Daim müəllim kim olubdu? Şahnaz müəllim. Şahnaz müəllim, özünüzə sağ ol deyirik. Və Çağdaş Təhsil komandası olaraq səni kimi şagirdlərlə fəxr edirik. Uğurların bol olsun. Çox sağ ol. Babası, sizin adınız nədir? Mənim adım Quliyev Səlyan Məhəmmədoğlu. Çox gözəl. Siz nəvənizə nə arzuluyorsunuz? Nə deyə bilərsiniz? Uğurlar, gələcəkdə böyük nailiyyətlər. Allah üstündə yar olsun. Allah sizə də kömək olsun. Gəldiyiniz üçün təşəkkür edirəm. Çox sağ ol. Qardaş, sənin adın nədir? Kərimli Teymur Sərxanov. Çox gözəl. Sən neçənci sinifdə oxuyursan? Mən 9-cu İnşallah sən də ali məktəbə qəbul olsan, da bağlı Çox sağ olun, gələcəkdə çox sağ olun, inşallah. çox sağ olun. Sən böyük yandan peşə sahibi olmalısın. İnşallah polis akademiyasına Ay hazırlaşıram. maşallah. İnşallah mən Müsal Kəlbəzər həm də polislərimiz dostuyum. Mən Çox sağ olun. işlər edirəm. Gözəl bala, bizə nə söz versən? Bu gün 2026-cı il 15 yanvar tarixi. Bizə nə söz versən? Gələcəkdə bayrağımızı yüksəklərə qaldırmağa, gələcəkdə ananı, babanın əziyyətini yerə vurmayacağına söz verirsənmi? Bəli. Biz də sənə söz veririk ki, hər zaman sən uğur və nailiyyətlərini işlandıracağıq. Uğurların bol olsun, nailiyyətlərin bol olsun. Allah razı olsun. Təşəkkür edirəm, minnətdaram.